Nane mürəbbəsi yemisiniz? Gəlin birlikdə hazırlayaq, görək dadı necədir. Böyük ümidlərlə hamıdan erkən yuxudan oyanıb düşüb nanələri toplayıram ki, evdəkilər oyanana kimi onlar üçün fərqli bir təam hazırlayım. Yarpaqları yuyub suyunun getməsini gözləyən zaman şərbəti hazırlayıram. Bu zaman qaynar sudan istifadə etmək lazımdır ki, şəkər tez ərisin. Xırda-xırda doğradığım nanə yarpaqlarını şirəyə əlavə edib 15-20 dəqiqə bamudda qaynadıram. Sonda bura limon suyu da əlavə edib 1-2 dəqiqə sonra ocağı söndürürəm. Bir nəfər dünən məndən xəbərsiz bir kaset bu şaftaldan alıb. Düşündüm fərqli nə hazırlaya bilərəm? Birini sudan yeni əldə etdim. Blenderla saniyələr içərisində püre halına gətirib yulafın üzərinə əlavə etdim. Bal və darçınla möhtəşəm ləzzət alındı. İndi isə sıra gəldi soyuyan nanə mürəbbəmi servis etməyə. Hamıdan əvvəl özüm bişirdiyim mürəbbənin dadına baxmaq istədim ki, görüm üzümü ağ edəcək yoxsa yox. Diqqətlərini tam da mürəbbəyə verməsinlər deyə tosta hazırladım. Nəzərinizə çatdırım ki, bu da Bernessodandır. İndi isə süfrəmi hazırlayıram. Elə bilərsiz yatıblar? Yox, səs-küyümdən hamısı artıq oyanıb yeməyi gözləyirlər. Nanə mürəbbəsinə gəldikdə isə, əgər nanə sevənsizsə, siz də hazırlayıb nuş edə bilərsiniz.